Yığılan pullar həyətə sərf olunmur. 80 yaşlı qadını 2 qat elədilər, ölüsünü apardıq, biz aşağı düşürtdük. Bir belə cəmaatdan yığılan pullar bilmirsən hara xərclənir. Mən burada 2 dənə ürək xəstəliyi tapmışam. Paytaxtın Sabunçu rayonu Sabunçu qəsəbəsi Akordun binaları deyilən yaşayış kompleksindəyik. Burada yaşayan yüzlərlə sakin binanın idarə olunmasından, idarə edənlərdən və ümumiyyətlə hər şeydən narazıdır və deyirlər ki, verdiyimiz pulların hara xərclənməsi barədə bizə məlumat verilmir. Kommunal deyilən pullar yığılır, amma şəffaflığından əsər əlamət yoxdur. Onun şəffaflığını görə bilmirik. İdarə edənlər kimlərdir? İdarə edən hal-hazırda Uğur Yaşam MMC-nin direktoru Məmmədov Anar Şahinoğludur. Uğur Yaşam MMC-yə sizin bu kompleksi kim verib? Akord bağlayıb müqaviləni Azinter Xidmət MMC ilə, həmin MMC də bağlayıb Uğur Yaşam MMC ilə. Yığılan pullar həyətə əvvəlki kimi sərf olunmur. Nə qədər pul yığılır? Ayda ən azı burada 25-30 min arasında məbləğ toplanır. Yığılan 25-30 min deyirsiniz ki, xərclənmir, hə? Xərclənmir. Liftlər bərbad haldadır. Qarajda əvvəl 40 manat idi, sonra elədilər 50 manat. İndi bu təzə qaldırdılar 70 manata. 6-cı binada rəhmətə gedən bir qadın idi. 80 yaşlı qadını balaca liftdə 2 qat elədilər, ölüsünü apardıq, biz aşağı düşürtdük. Sən əgər yığırsansa işdə, elə işdə ki, hamı da razı qalsın. Pullar yığılır, hara xərclənir, nə abadlıq elibdir. Cəmaatdan yığılan kommunal pul heç biri həyətə xərclənilmir. Padval hamısı suyun içindədir. Ağcaqanad antisanitariya vəbşi baş alıb gedir. Heç bir tədbir də görülmür. Bir belə cəmaatdan yığılan pulların heç biri yəni bilmirsən hara xərclənir. 3-cü binanın lifti yoxdur. Gəlsinlər, araşdırsınlar. Lift deyilən şey yoxdur. Kökündən çıxardıb aparıblar. Pullar yığılır, asot verən yoxdur. Akord buradan əl çəkmir. Niyə qoymur ki, şərait yaratmır ki, cəmiyyət yaransın burada. İmkan vermirlər, uca bezmişik. Mən burada 2 dənə ürək xəstəliyi tapmışam. Bunların əlindən infarkt keçirmişəm, evi də satamıram, qaçam. Yığılan pulların hesabatı sakinlərə verilməlidir. Hazırda mən şirkət olaraq kommunal xidməti həyata keçirirəm. Bu kompleksi mənə həvalə edən şirkətə hesabat verməyə borcluyam. Mənim sakinlərə hesabat vermək borcum yoxdur. O adamlar qaraja görə etiraz edirlər. Onların bəzi borclu sakinlər qarajdan çıxarılır, bir qrup sakin isə qarajın qiymətinin 10 manat qalxmağına etiraz olaraq belə bir oyun çıxardırlar. Bina tikənlər banka veribdi o qarajları, halal pulumuzu verib biz də bu qarajları bankdan almışıq. Bu gün də qaraj mənim şəxsi qufçalı mülkiyyətimdir. 50 manat idi oranın qarajın qiyməti, biz eləmişik 60 manat. Heç kimə də məcbur eləməmişik. Mən qarajı bu gün heç saxlatmaram, çıxardaram obyekt kimi işlə, maşın saxlatmaram orada. Qaraj mənim mülkiyyət mənim. Qarajı oranı idarə eləyən şirkətə icarə müqaviləsi ilə vermişik ona ki, qardaş ayda bizim hər qarajda misal 50 manatımızı, 55 manatımızı verir. Yəni orada 137 dənə qaraj var. Yəni 1337 manat bu şirkət ayda pul götürür.